İbrahim Səlimlə bu gecə proqramının bu dəfəki qonağı Türkiyənin məşhur müğənnisi Sibel Can olur. Veriliş YouTube-a yüklənən kimi insanlar tərəfindən böyük maraqla qarşılayır. Verdiyi hər cavabla az qala sosial şəbəkələrdə gündəm müzakirəsinə çevrilən Sibel Can verdiyi bir cavabla hər kəsi xüsusilə heyrətə salıb. Belə ki, İbrahim Səlim qonağına İlk qazancınla nə almışdın sualı verir. Sibel Can isə cavabında qazandığım ilk pulla 5 mərtəbəli bina aldım. Hətta binanın altında dükkan da var idi cavabını verir. Sibel Can'ın cavabından heyrətə düşən İbrahim Səlim təəccübünü gülüşlə gizlətməyə çalışır. Sibel Can isə cavabında Qaragümrükdə o zamanlar evlər çox ucuz idi deyə cavab verir. Qeyd eləyək ki, Sibel Can'ın bu cavabı sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. Hər kəsin beynində isə o məşhur sual var. Görəsən müğənninin ilk qazancı nə qədər olub və kimdən alıb ki, həmin zamanda həmin pula 5 mərtəbəli bina ala bilib?